Herkese salam qızlar, kanalıma və yeni bir vloguma xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiniz? Ümid edirəm hər biriniz yaxşısınız, bizi soruşsanız biz də yaxşıyıq. Son paylaşdığım shorts bölməsindəki video 19.000 izləmə gəlmişdi və çox sevinirəm. Oradan kəşfətə düşdüyünə görə 200-dən çox abunə gəlib mənə. Çox təşəkkür edirəm dəyərli xanımlar. Hər birinizə minnətdaram məni izlədiyinizə görə. Abunə olmadan izləyənlər varsa aranızda lütfən abunə olsanız məni şad eləyərsiniz. Bu dəstək mənim üçün çox önəmlidir. Burada gördüyünüz kimi salona tək girirəm. Çünki oğlumu atası ilə öncədən yolladım salona. Elə bu salonun yanında başqa bir qadın salonu vardı. Mənim də orada işlərim vardı. Girdim, onları gördüm və gəldim. Gəldim ki, baxım oğlum bəlkə ağlayır, ağlamır, amma ağlamırdı. Özünü yaxşı aparmışdı. Maşallah, sübhanallah. Allah bütün balalar saxlasın. Mənim balam da içində inşallah. Saç ustamızın da səhifəsini bura etiketləmişəm. Uşaq saç ustası Instagramda yazsaz çıxır. Orada nömrəsi də var. İstəyənlər əlaqə saxlasın. Çox əla ustadır. Uşaqlarla çox gözəl davranır. İnanın ki, Ömər 7 ayından, hətta 6 ayından onu yanına aparırıq və heç bir zaman ağlamayıb. Hətta artıq görəndə üstünə qaçır, gülür, tanıyır onu. Belə qəşəng saçını qıxdırdıq, çıxdıq. Əli də o qədər yüngüldür ki, ustanın. Elə kəsən kimi uzanır uşağın saçı. Maşallah, sübhanallah. Siz də istəsəz yazın. Burada da çıxmışıq. Gedirik babagilə, yəni mənim atamgilə. Elə bax o binanın arxasında mənim papamgilin evidir. İndi gedək qəşəng atamı da görək. Atam nəsə oyuncaq alıb Ömərə, bilmirəm. Amma orada çəkməyəcəm ki, Ömər rahat-rahat oynasın babası ilə. Belə. Buradan da çıxdıq, gəldik evə. Yol üstü Həzə Aslanova dəydik. Oradan sağ olsun yoldaşımdan xahiş eləmişdim. Mənə baxım məhsulları almaq istəyirdim. Bu da bizim qablar. Gəldik tez bazar bir tikə yemək yedik. Günorta anam gildə yemək yemişdik. Amma Öməri yatızdırdım ki, bir saat gözünün açısını alsın, uşaq sonra çıxaq. Elə o yatana qədər onu durğuza bilmədik. 5-in yarısı çıxdıq. Evdən və gələnə qədər artıq saat nə bilim neçədir, 7-8 olar. Hal-hazırda yemək yedik. Mən sos pişirmişdim, bitki yeməyimizi yedik. Burada da qəşəng qabları yuyuram və baxım məhsulları aldı sağ olsun yoldaşım mənə. Həmişə aldığım Firuzə Cosmetics'dən orada yavaşı videonu baxa bilərsiniz. Onların da Instagram səhifəsi var. Klokun üstündə yazılmışdı. Çox gözəl təbii məhsullardır. Üzün ağarması üçün, hətta yaşlı dərinin o qırışların açılması üçün çox gözəl kremlər, losyonlar var. Və yaxud da tez səpən dəri üçün təbii üsulla, arı mumumdan, təbii yəni bitkilərdən hazırlanan məhsullardır. 92-ci ildən, 93-cü ildən xanım fəaliyyət göstərir. Və özünə görə yaşı və praktikası olan bir xanımdır. Müraciət edə bilərsiniz siz də qızlar. Belə burada da qablarımı yuyuram. Gördüyünüz kimi. Belə qızlar, siz nə edirsiniz, necəsiz? Ümid edirəm ki, yenə deyirəm, yaxşısınız. Ramazan bayramını nə edəcəksiniz? Yorumlarda yazarsınız. Mən bilən tətildir, məktəblər, bağçalar, hər şey tətildir. Bizim də işdən tətildir hər tərəf. Biz də Ömərlə evdəyik. Uzun zamandır vlog paylaşmıram. İnşallah ki, bundan sonra uzun videolar gələcək. Vloglar paylaşacağım Allahın izni ilə inşallah. Bu arada məni keçmişdən, köhnədən izləyən, artıq 3-4 ildir izləyən xanımlar var ki, onlar yazırlar ki, Ülviyə xanım, biz sizin öz evinizdən etdiyiniz çəkilişləri çox bəyənirik, çox sevirik. Çox sağ olun, xoş sözlərinizə görə qızlar. Buradan demək istəyirəm ki, yeni gələn izləyicilərim də bilsin. Mən əlbəttə ki, bilərək istəyərək atamgildə qalmıram. Əlbəttə hər bir qız istəyər ki, geçsin, gəlsin, qalsın atası gildə bir müddət, 1-2 gün vaxt olanını keçirsin. Amma mütəmadiən əlbəttə bu narahatçılıqdır. Çünki hər kəsin evi ayrıdır artıq. Sadəcə mən yoldaşımın işi ilə əlaqədar məcburam. Elə evləndiyim gündən demək olar ki, bu belə yəni davam eləyir. Məcburam qızlar. Hər kəsin bir həyat tərzi və düzəni var. Ona görə də mən də məcburiyyətdən qalıram orada. Yoldaşım evdə olmur. Əvvəllər hələ evli, yəni təzə evlənəndə bir cür yəni yoldaşım deyirdi ki, tək qalma. Sonra mən bilirsiniz ki, hərbiçi kimi işləyirdim. Zaten evdə tapılmırdım. Arada bir gedirdim, öz evimdə də qalırdım. Amma uşaq yox idi deyə mənə rahat idi. Gah orada qal, gah burada qal. Amma indi uşaqla həmişə, yəni tez-tez get-gəl eləmək olmur. Yəni evin dəyişmək olmur düzənini. Belə
Çünki uşağın bilirsiniz də veşi, rüşü, yatmaq şəkli, uşaq öyrəşir oradakı kravata, gəlir sonra bir iki gün yenə burada nəmnüm elir yatanda kravatında. Ona görə mənə çox çətin olur tez-tez məkan dəyişmək, amma bundan sonra Allah nəsib edərsə mütəmadiən öz evimizdə olacağıq oğlumla. İnşallah görək yoldaşımın işləri necə olur, amma Allah nəsib eləsə yoldaşımın işi artıq mütəmadiən burada olacaq, Bakıda olacaq və rejimi elə olacaq ki, səhər gedib axşam gələcək və bu da mənə çox yəni ki, əl verir, çox yaxşı olacaq. Çünki kişi xeyla səhər gedib axşam evə gələndə həqiqətən də evdə rahatçılıq olur. Həm mən bilirsiniz, mən ömür boyu bina evində yaşamışam, həyət evində yaşamamışam və həyət evində yaşamaq da bilirsiniz, bina evində yaşayan insanlar üçün biraz çətindir. Adi bir səs gələndə, bir çıqqıltı gələndə mən artıq qorxuram, hürkürəm. Baxmayaraq ki, artıq 10 ilə yaxındır ki, biz bu evi tikmişik və əslində köçmüşük. Amma ara sıra qalmışam evdə. Belə. Və yay tətillərində daha çox mən 3-4 ay izləyicilər, köhnə izləyicilər bilirlər, 3-4 ay öz evimdə oluram. Çünki o vaxt yoldaşım məzuniyyətdə olur, evdə olur mütəmadiən və biz evimizdə qalırıq. Belə qızlar, ümid edirəm məni anlayışla qarşılayarsınız. Amma haqq da verirəm, bəli, bu evimizdən olan videolar daha maraqlı olur. Mənim özümə də maraqlı olur. Çünki burada həyət baca var, burada ev daha genişdir, məkan, fərqli məkanlar çəkmək daha çox olur və insanlar sıxılmır. Çünki hər kəs vloqa baxanda istəyir eyni açılsın, biraz nəsə fərqlilik görsün. Mən əslində qızları da anlayıram. İnşallah ki, həm mənim üçün yaxşı olar, həm də sizə xoş olar bu evdən də olan videolar. Belə qızlar, burada geyimlərim müəyyən qismi yuyulmuşdu. Elə dedim, yulanları qatdalayıram. Onlar ütülənməli deyil. Yəni materialı elədir ki, onlar ütülənmir. Onları qatdaladım və dedim ki, elə şkafımı da səliqəyə salım. Bu da kravatın üstü Ömər bərbat hala qoymuşdu. Üstünə qalxıb banırdı. Belə qızlar, burada əbalarım, paltarlarımı sizə göstərirəm. Bilirsiniz, hicaba 7 ayda keçmişəm deyə. Hələ olan qalan geyimim budur və içlik donlarım var. Onları yuxarıda yerləşdirmişəm. Bir-iki əbam da var ki, onlar mamam girdədir. Qızlar, mən daha çox əbaya üstünlük verirəm. Çünki mənə daha kamil gəlir, daha gözəl, rahat gəlir. Genişdir, boldur, vücud tam bilinmir. Elə bilin ki, bir növ çadıraya oxşuyur. Ona görə də çox bəyənirəm. Bu arada özümə bir dənə çadıra da alacağım inşallah. Xüsusən ziyarətlərə falan gedəndə, məscidlərə gedəndə onu geyinəcəm. Amma gündəlik həyatda bilirsiniz, biraz çətinlik yaradır çadıra taxmaq. Hələ məsələn işə falan gedəndə də çətinlik yaradır. Ona görə amma əba daha rahat olur. Belə 2-3 cür qışda geyinməli qalın geyim almışdım. Bunlar da rəyli köynəklərdir. Bunlar baza, yəni qara atlı içliklə onları geyinirəm. Və qızlar, onu da deyim ki, hicablarım da hamısı Mayçin şərflərdir. Hamısı Madre Collection'dandır, Aysel bacımdandır. Çox rahatdır. Nə enlənmir, nə iynədən deşilmirlər. Yəni 7 ayda işlədirəm, heç bir deformasiya yoxdur. Belə. Və videomu burada sonlandırmaq istəyirəm. Çayım da dəmləndi. Mən gedin dincəldim. Siz isə abunə olub bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti gün, növbəti vlogda görüşərik.